Birinci onu qeyd etməliyik ki, ümumiyyətlə bugün müasir dünyamızda biz getdikcə dəhlizlərin mübarizəsinin və hətta dəhlizlərin müharibəsinin artdığını görəcəyik. Bugün dünyada ən çox müzakirə olunan və ən çox üzərində iş gedən məsələlərdən biri dəhliz məsələsidir və o mənada birinci Qırğızstan prezidentinin açıqlaması çox önəmlidir. Çünki Azərbaycan bu məsələdə maraqlıdır. Yəni Çin, Qırğızıstan, Özbəkistan dəmir yolu və Xəzər dənizi və eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə Avropaya yüklərin daşınmasıdır. Bildiyimiz kimi bu olduqca sürətli bir prosesdir. Yəni yüklərin daha qısa vaxtda Avropaya çatması üçün bugün ən uyğun marşrutlardan biridir. Burada digər məsələyə gəldikdə isə əslində bu Azərbaycanın cənab prezidentin rəhbərliyi ilə əldə etdiyi böyük nailiyyətlərdən biridir. Bilirsiniz ki, Ermənistan uzun müddət Zəngəzur dəhlizinə mane olmağa çalışırdı və bugün təkcə Ermənistan yox, bugün bir sıra region dövlətləri də bəzən açıq şəkildə, bəzən açıq olmayan formada bu dəhlizə öz münasibətlərini bildirirlər və müxtəlif alternativlər təklif edərək başqa dəhlizlərin istifadəsini təklif edirlər. Amma artıq Azərbaycan Amerika Birləşmiş Ştatlarında aparılan danışıqlarda əldə etdiyi bu nailiyyət nəticəsində artıq Zəngəzur dəhlizinin açılmasına nail olubdur. Yəni burada söhbət ondan gedir ki, bizim üçün nə lazımdır? Bizə lazım olan odur ki, bu dəhliz açılsın və bu dəhlizdə Amerika Birləşmiş Ştatlarının iştirakı da önəmlidir. Çünki bir sıra maneələr də ola bilər. Azərbaycan üzərinə düşən ən qısa vaxtda yerinə yetirib. Cənab prezident açıqlama verdi. Artıq Zəngəzur dəhlizi bitmək üzrədir. Artıq yekunlaşıb. Burada Ermənistan... Bizim tərəfimiz yəni. Bəli, bizim tərəfdən Ermənistan sərhədinə qədər və son günlər bizim əldə etdiyimiz məlumata əsasən Ermənistan tərəfində də artıq işlər başlayıb. Artıq danışıqlar gedir, şirkət müəyyənləşir və düşünürəm ki, qısa vaxtda bu da öz həllini tapacaq. Əsas odur ki, iradə var. Əsas odur ki, Amerika Birləşmiş Ştatları da bu dəhlizdə maraqlıdır və Paşinyan özü də maraqlıdır. Hətta bir neçə gün bundan əvvəl onun bir açıqlaması da oldu ki, hətta biz qaz kəmərləri və eyni zamanda digər kəmərlərin çəkilməsi ilə də bağlı müzakirə aparmış. Yəni burada artıq siyasi iradə var, qərar var. Sadəcə bəzi texniki detallar var, onlar müzakirə olunur və hesab edirəm ki, qısa müddətdə burada böyük bir ərazi deyil. Ermənistan verdiyi məlumata görə artıq proseslərə başlanılıbdır. Qısa müddətdə bu da həllini tapacaq. Burada əsas olan odur ki, Ermənistan uzun müddət buna mane olmağa çalışırdı. İranın bir mövqeyi var idi və bu artıq baxırıq ki, real bir layihə kimi həyata keçməyə başlayır.